Vəkillər Kollegiyası Rəyasət Heyətinin geniş tərkibli iclası və vəkilliyə namizədlərin təntənəli and içmə mərasimi keçirilib. Paşa Holdingdən Legis hüquq forumu layihəsi üzrə əməkdaşlığa dair memorandum imzalanıb. Tədbirdə açılış nitqi ilə çıxış edən kollegiyanın sədri Anar Bağırov ölkəmizdə vəkillik institutunun keçdiyi inkişaf yolundan bəhs edib. Son illərdə həyata keçirilən geniş miqyaslı islahatların bu sahənin institusional baxımından daha da möhkəmlənməsinə mühüm töhfə verdiyini bildirib. Anar Bağırov çıxışı zamanı əlavə edib ki, kollegiyanın son illərdə dövlət və özəl sektor nümayəndələri ilə əməkdaşlıq əlaqələri əhəmiyyətli dərəcədə genişlənib. Müxtəlif qurumlarla tərəfdaşlıq münasibətləri qurulur. Sədr qeyd edib ki, 2018-ci ildən etibarən vəkilliyə qəbul prosesi əhatə dairəsi baxımından əhəmiyyətli şəkildə genişləndirilib və bu müddət ərzində ümumilikdə 17 test imtahanı təşkil olunub. Həmin imtahanlarda 7000-dən çox namizəd iştirak edib. Onlardan 2103 nəfəri icbari təlim mərhələsini uğurla başa vuraraq and içib və kollegiyanın üzvü olub. Bugünkü təntənəli and içmə mərasimində 64 nəfər vəkilliyə namizəd bütün yazılı imtahanı, şifahi müsahibəni, tədrisi uğurla başa vuraraq vəkilliyə qəbul olunurlar və çox əlamətdar hadisədir ki, onların bir qismi əvvəllər dövlət qurumlarında, hüquq mühafizə orqanlarında, o cümlədən 7 nəfəri hakim kimi fəaliyyət göstəriblər. Bugün vəkilliyə böyük maraq var. Sonuncu test imtahanında da göründüyü kimi 540 nəfər hüquqşünas vəkilliyə namizəd kimi yazılı imtahanlarda iştirak etdi və getdikcə vəkillərin sayı ölkədə artır. Bugünkü and içmə mərasimindən sonra vəkillərin sayı 2949 nəfərə bərabərdir. Ən yaxın zamanda vəkillərin sayı 3000 nəfəri ötəcək. Bütün bunlar ona deməyə əsas verir ki, vəkillik peşəsi hüquqşünaslar üçün çox cəlbedici peşədir. Vəkillik fəaliyyəti çox şərəfli bir fəaliyyətdir. Namizədlər sırasında Konstitusiya Məhkəməsinin sədr müavini olmuş Sona Salmanova və əvvəllər hakim işləmiş 6 namizəd də yer alır. Mərasimdə kollegiyanın üzvü, Vəkillər Kollegiyasının Ağsaqqallar Şurasının sədri, əməkdar hüquqşünas İkram Kərimov çıxış edərək gənc vəkillərə fəaliyyətlərində insan hüquq və azadlıqlarının müdafiəsində prinsipial mövqe nümayiş etdirməyi, qanunun aliliyini hər zaman rəhbər tutmağı tövsiyə edib. Tədbirdə çıxış edən Paşa Holdingin Hüquq və Dövlət Qurumları ilə Əlaqələr Departamentinin direktoru, Legis Hüquq Forumunun Təşkilat Komitəsinin rəhbəri Aytac Qasımova deyib ki, kollegiya ilə əməkdaşlıq hüquq sahəsində müasir yanaşmaların tətbiqinə, peşəkar hüquqi mühitin inkişafına və hüquqi yardım sahəsi üzrə birgə layihələrin həyata keçirilməsinə xidmət edəcək. Daha sonra mərasim çərçivəsində Paşa Holdinglə Legis Hüquq Forumu layihəsi üzrə əməkdaşlığa dair memorandum imzalanıb. Ardınca vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından uğurla keçmiş, icbari təlim mərhələsini müvəffəqiyyətlə başa vurmuş və şifahi müsahibədən keçərək kollegiya üzvlüyünə qəbul edilmiş namizədlərin təntənəli and içmə mərasimi keçirilib. Onlara vəkil vəsiqələri təqdim olunub. Sonda fəaliyyətinə fərqlənmiş və yubiley yaşını qeyd edən kollegiyanın bir qrup üzvü də təltif olunub.